Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala alihil etyebinel etharinel muntecebin siyyema begiyetillahi fil eradin. Allahümme inni ahmeduke ve esta'inuk ve estağfiruke ve etevekkelu aleyk. Vesselamu ala eimmetil muslimin ve humatil mustadafin ve hudatil mu'minin. Usikum ve nefsi bi tegvallah. Aleyhisselam təqvalıları vəsf elədiyi o həmmam xutbəsində onların bir xüsusiyyətini də belə bəyan eləyir. Və la yunabizu bil əlqab. Onlar başqalarını pis ləqəblərlə, pis sözlərlə, pis adlarla çağırmazlar. Başqalarına ehtiramla yanaşarlar. Allah inşallah bizləri də Əleyhisselamın istədiyi kimi onun yolunu getməyə çalışan təqvalılardan qərar versin inşallah. Qədir gecələrindən çıxmışıq və nur dolu azuqələr toplamışıq bu gecədən. O ki, hədislər, Quran ayələri bizə vədə verir. İnsan əli dolu çıxır bu gecələrdən. Amma bu qazandıqlarımızı qazanmaqdan daha önəmli qoruyub saxlamaqdır. Bir hədisdə qeyd olunur ki, əməldə qalmaq, yəni əməli qoruyub saxlamaq, əməlin özündən daha çətindir. Əməlin özündən daha əhəmiyyətlidir. Mən bu məsələni nəzərə alaraq o birinci xutbədə bu ki, belə bir nurani gecədən çıxdıq və inşallah Allah Teala bizə də nəzər elədi, bizi də bağışladı. Bu halımızı qoruyub saxlamaq üçün bir neçə məsələyə işarə etmək istəyirəm. Necə bu halı biz qoruyub saxlaya bilərik? Birinci qeyd elədiyim məsələ dünyaya bağlılığı azaltmağı qoruyub saxlamaqdır. Necə ki, əziz qardaşlar gəldilər, ilahi işlərə, axirət işlərinə dəyər verib bu gecələrdə yığışdılar. Bundan sonra da ilahi işlərə daha çox vaxt ayırmağa diqqət eləmək lazımdır. İlahi işlərə, axirət işlərinə vaxt ayırmamağın başlıca səbəbi dünyaya bağlılıqdır. Dünya başımızı qatır, dünyaya bağlı oluruq deyə axirət işlərinə vaxt ayıramırıq. Bu bir dənə təbii haldır. Dünyaya vaxtı ayırmağı çoxaltsaq, axirət işlərindən azaldacaq. Əlbəttə, insan başa düşməlidir, mümin xüsusilə başa düşməlidir ki, insanın dünyasının da yaxşı olması axirətdən asılıdır. Axirət işlərinə əhəmiyyət verməsindən asılıdır. Bir hədisdə vurğulanır ki, hər kim axirət işlərini düzəltsə, Allah onun dünya işlərini düzəldər. Çox önəmli hədisdir, çox düşünülməli hədisdir. Adam bunu inansa, başa düşsə, məscidə qoyduğu və ilahi işlərə ayırdığı vaxtı itki saymaz. Quran və rəvayətlərdə dünya və axirət bir yerdə qeyd olunub. Nə dünyanın ardınca getmək düz deyil, məzəmmət olunub, sırf dünyanın ardınca gedəsən. Nə də tərki dünya olub, ancaq axirət işlərindən məşğul olasan. Əhl-i Beyt əleyhimussalam, Quran ayələri bunu ikisini bir yerdə həmişə bizə tövsiyə ediblər. Və dünya gərək axirət üçün bir körpü olsun, xidmət eləsin. Dünyanın özü hədəf qərar verilmək üçün deyil. وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ. Dünya həyatı oyun oyuncaqdan başqa bir şey deyil.
Bu həmin dünya həyatıdır ki, hədəf qərar verilə. Mən əhəbbə həzihi dünya əzərrəllahu aleyhi mə fi qalbihi minəl iman. Kim dünyanı sevsə, məqsəd dünyaya bağlılıq. Allah onun qəlbində olan imanı onun zərərinə çevirər. Qəlbində bir balaca imanı varsa, o dünyaya olan məhəbbətinə görə, dünyaya olan bağlılığına görə Allah onun üçün zərərli eləyər bu imanını. Birinci məsələ buydu. Nə qədər insan dünyaya bağlılığı azaltsa, Allaha bağlılığı çoxalacaqdır. Bunun əksi də sabitdir. Dünyaya bağlılığı çoxalsa, Allaha bağlılıq azalacaqdır. İkinci Qədr gecəsindən ki, istəyirəm o Qədr gecəsindən ibrət alaq, o Qədr gecəsində etdiyimiz əməllərdən ibrət alaq. Həmin əməllərdən biri məscidə yığışmağımız idi. Məscidi gərək boş qoymayaq. Məscidlər Allahın evləridir. Bu məscidləri möminlər abad eləməlidir. İman gətirən şəxslər abad eləməlidir. Bizim yenə inancımız olmalıdır, etiqadımız olmalıdır ki, burada keçirdiyimiz vaxtlar vaxt itkisi deyil. Hansısa bir dünya işindən ayırıb məsciddə əvəz eləsə, Allah onu daha xeyirlisindən əvəz eləyəcək. Özümdən demirəm, baxın, mən tərəkə şeyən lillahi əvvəzəhullahu xayran min. Hər kim Allaha xatir bir işi tərk eləsə, Allah ondan daha yaxşısından onu əvəz edəcək. Allahın vədəsidir. Növbəti qeyd elədiyim məsələ, bunları qeyd eləyirəm ki, Qədr gecəsindən bunlar kifayətlənməsin. Qədr gecəsindən sonra da bunları qoruyub saxlayaq. Çünki qoruyub saxlamaq etməkdən daha önəmlidir. Oyaq qaldıq, əhya saxladıq. Oyaq qalmaqdan gərək istifadə eləyək. O birisi günlərimiz də elə bütün günü yatmaqla keçməsin. Qədr gecəsində etdiyimiz əməllərə diqqət eləyə. Bunlar hamısı bir başlanğıc idi, bir məşqdir. Qədr gecəsində etdiyimiz o əməlləri yadımıza salaq, başqa günlərdə də o oyaqlıqdan istifadə eləyək. Və qabaq da dediyim kimi bu oyaqlıq bizim ayılmağımıza səbəb olmalıdır. Günü-gündən bu oyaqlığı çoxaltsaq, ayılmağımız da, agahlığımız da, bəsirətimiz də çoxalacaq. Bu günlərdə Qədr gecələrində növbəti qeyd elədiyim əməl istiğfar idi, zikirdir, salavatdır. Bunlardan gərək qafil olmayaq. Gün ərzində bunu davam etdirək. Dua etməklə, namaz qılmaqla, Allahla o ünsiyyəti qoruyaq. Önəmli olan budur. Biz o ipi qırmamalıyıq, o ipi gücləndirməliyik. Allahla olan o ünsiyyət ipini. Və bunun ən yaxşı forması namaz və dua vasitəsindən olur. Vaxtın səmərəli keçməsi üçün biz Qədr gecələrində diqqət eləyirdik ki, vaxtımız hədər keçməsin. Bunu qoruyub saxlamalıyıq. Bihudə işlərlə elə başqa vaxtlarda da məşğul olmamalıyıq. Həyatımızı, necə ki, Qədr gecəsini bir fürsət bilirdik, çox önəmli fürsət. Qədr gecəsindən sonra eləcə bütün ömrümüzü belə bir fürsət bilməliyik və bu fürsətləri qənimət bilib istifadə eləməliyik. Növbəti qeyd elədiyim məsələ Ramazan ayı boyunca, xüsusilə Qədr gecəsində bizim Quranla ünsiyyətimiz oldu. Quranı başa qoymaqdan əlavə Quran oxumaq və digər formalarda Quranla ünsiyyət tapdıq biz. Bu ünsiyyəti qoruyub saxlamaqla Allaha yaxınlaşmalıyıq və bu Quran Əhl-i Beytdən kənar olmamalıdır. Əhl-i Beytin başa saldığı Quranla ünsiyyət tapmalıyıq. O Quranı ki başımıza qoyduq, bunun əsl mənası buydu. Quran və Əhl-i Beyt yolu.
Əziz İslam inqilabı rəhbəri şəhid İmam Xamneyi Ramazan ayının 10'u gecə Quran oxuyarkən şəhid edildi. O gecə yarı Allahla razı niyaz edərkən, Quran oxuyarkən onu şəhid elədilər. Bu Quranla ünsiyyət il boyu davam eləməlidir. Və sadəcə oxumaqla deyil, mən vaxt ayırmalıyam, gün ərzində bir neçə səhifənin mənasını başa düşməyə çalışmalıyam ki, Allah Teala məndən nə istəyir, Allahın kəlamı nədir? Təvəssül, biz təvəssül elədik Qədir gecələrində. Bu Əhl-i Beytlə o mənəvi bağlılığı davam etdirmək lazımdır. O təvəssül, xüsusilə zəmanə imamına təvəssül Qədir gecəsindən kifayətlənməməlidir. Biz Qədir gecəsində bir olduq, bir yerə yığışdıq. Bu birliyi, bu mehribanlığı, bu səfa səmimiyyəti öz aramızda qoruyub saxlamalıyıq. Və sonuncu qeyd elədiyim məsələ düşmənlərə bəraətdir. Biz bu gecələrdə düşmənlərə öz bizarlığımızı bəyan etməyi də unutmadıq. Əmir əl-Müminin əleyhissalamın düşmənlərinə lənət bu gecənin əməllərindən biridir. Bunlar hamısı başlanğıcdır. Bizi öyrədir ki, bu ki, qabaq da dünən də qeyd elədim, mənəviyyat ilinin başlanğıcıdır. Bunlarla başlayın. Bunlar təlimlərdir bizə. Xülasə, sözümün canını bir kəlmədə xülasələşdirirəm ki, Ramazan ayında olan əməllərə diqqət eləməliyik. Ramazan ayında hansı əməlləri yerinə yetirdik? Bunlara diqqət eləməliyik və bütün aylarımız Ramazan olmalıdır. Yalnız Ramazanla kifayətlənməməliyik. Allah Teala inşallah bizləri həqiqi oruç tutanlardan qərar versin. Allah Teala oruçlarımızı, namazlarımızı, əhyalarımızı qəbul eləsin. Allah Teala İmam Zaman salamun aleyhin zuhurunu təcil etsin. Bizi o Həzrətin yar ənsarından qərar versin. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Və ma ədrake ma leyletul qadr. Leyletul qadr xayrun min alfi şəhr. Tənəzzəlul mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Selamun hiye hatta matla'il fəcr. Sadaqallahul aliyyul azim.